Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu qavli amma ba'd. Aziz ve muhterem kardeşler, ilk önce uca Rabbimiz Allah Subhanahu ve Taala'ya hamd senalar olsun. Bizə müvəffəqiyyət verir, dinimizi öyrənməyə, müsəlmana bu dünyada verilən nemətlərin içərisində ən dəyərlisi, əziz qardaşlar, insanın dinini öyrənməsidir. Sonra da dinini bəsirət üzərində, yəni elmlə yaşamasıdır. İnsan dinini kör-körənə təqlidlə deyil, hansı da filmə baxmaqla deyil, Quran və sünnədən öyrəndikləri ilə dinini yaşamalıdır. Və buna görə də, əziz qardaşlar, biz elm məclislərinə dəyər verməliyik. Bu neməti əldən buraxmamalıyıq. Ay yorulmuşam, ay gələn dəfə gedərəm, kimsə gəlib, kiməsə söz vermişəm, çalışıb insan bunların hamısını ötürməlidir. Başqa vaxta saxlamalıdır. Yəni, insan necə olur ki, axirət işini təxirə salır, amma dünya işini təxirə salmır. Hansı ki, bu iş, bu əməl səni həm dünyada, həm axirətdə xoşbəxt edən bir əməldir. İnsan bunu təxirə salır, buna tənbəl yanaşır, səhlənkarlıq göstərir, amma dünya işinə yox. Qarşılığında mənfəət olan işə yox. Onu təxirə salmır, ona səhlənkarlıq göstərmir. O ki, qaldı dininə gələndə, elmə gələndə, Allaha gələndə isə onu təxirə salır. Sonra eləyərəm, sonra gedərəm. Onsuz da yazıb qoyurlar internetə. İnternetdən dinləyərəm. İnternetdən dinləyəndə sən o fəziləti qazanmırsan. O xeyri bərəkəti əldə etmirsən. O yazılmış, yazılıb qoyulmuşdur. Yəni o məclisdəki kimi eyni fəzilət, eyni savab, xeyir, bərəkət hasil olmur. Çünki məclisə Allahın rəhməti, sükunəti nazil olur. Mələklər iştirak edir orada. Sən salihlərlə bir məclisdə olursan və insan məclisdə olanda və çalışır ki, əvvəldən axıra kimi canı ilə, qanı ilə, yəni ruhu ilə orada iştirak edib, dinləsin axıra kimi əvvəldən. Amma insan evdə qulaq asanda, uşaq belə gəlir, gedir, kimsə zəng eləyir. Amma dərsdə insan zəngi təxirə sala bilirsən. Yəni, vacib olmayan zəhləri. Amma evdə kimsə zəng eləyir. Bir də görürsən, bir dərsdə bir neçədən insan kəsinti yol verir. Və yaxud da ki, sonra yoruldum, yuxum gəldi, yatır. Yəni, bu elm deyil. Elm, necə ki, Peyğəmbər sallallahu aleyhi ve səlləmin qoyduğu formada oturardı, sahabələr ətrafına yığılardı və onlar birbaşa Allah Resulü sallallahu aleyhi ve səlləmdən elmi məclisdə götürərdilər. Və eləcənə də ondan sonra səhabələri onun sünnəsini yaşayıb, indiyənə kimi də bu formada gətirib çatdırmışdılar. Məclisdə bir yerə toplanaraq, cəmaat formasında salihlər bir yerə toplanardı və o məclisi axtaran xüsusi mələklər var. Və ondan sonra da orada oturanlar üçün Allahdan bağışlama diləyən həmin mələklər var. Əziz qardaşlar, bizim keçdiyimiz dərs təfsir dərsidir. Hansı ki, əşrafül ulum olan ən şərəfli elm 4-dür, alimlər deyirlər. O 4-ündən biridir. Onlar hansıdır? Birinci əqidə, ikinci təfsir, üçüncü hədis, dördüncü isə fiqhdir. Ən şərəfli elm. Yerində qalan elmlər isə buna aparandır. Buna əhatəsində olandır, buna çatmaq üçün vasitələrdir. Köməkçi vasitələrdir. Amma ən şərəflisi, ən üstünü, lazım olan müsəlmana daimi lazım olan bunlardır. Əqidə, təfsir, yəni insan hər bir müsəlman əqidəsini öyrənməlidir. Yəni sən öyrənməsən, sənə kimsə də öyrədəcəkdir. Çünki indi elə bir vaxtda yaşayır, internetə girirsən. Belə bizdə bir deyim var, deyir, hər gün qulaq bir səs eşitməsə, belə bir sözlər deyirlər. Yəni hər gün insan nəsə eşidir. İnternetdən, oradan, buradan, deyirsən ki, maraqlı gəlir, bir dənə bunu dinləyim. İnsan əqidəsi barəsində bazası olmayanda
artıq oradan o çirkabı götürür. Əqidədə olan çirkabı. Elə üst-üstə yığılır, sonra problemlər çıxar. Bir dəfə maraqlı gəlir, sonra xoş gəlir, sonra deyirsən ki, nə qəşəng danışır və eləcənə də insan çıxıb gedir, Allah qorusun. Əqidə, təfsir, Allahın kitabının izahı, sonra hədis, sonra isə, əziz qardaşlar, fiqdir. Yəni bunların Quranda, sünnədə gələnlərin əhkamları, halal, haram, əmr və qadağa, vacib, müstəhəb və yaxud da sünnə, mübah, necə ki, şəriət əhkamları 5 dənə qayda üzərində. Birinci nədir? Vacib, müstəhəb, mübah, haram, məkruh. Bu 5 dənədir. Yəni başqa formada, başqa ləfzdə də deyirlər. Yəni bunu, sən fikri əsas bunu öyrənirsən. Və digər məsələlər də var, əsas insan bunu öyrənir. Əziz qardaşlar, bu günləri Nəsr surəsinin təfsirini götürürük. Quran-ı Kərimdə sıralama sayı 110-cu olan surə Nəsr surəsi, Surat-ı Nəsr. Bu surəni götürürük. 110-cu surədir. Bundan əvvəl Kafirun, bundan sonra isə Məsəd surəsidir. Hansı ki, keçən dərsi götürdük. Surədə olan kəlmələrin sayı 19-dur və hərflərin sayı isə 80-dir. Bir qism elm əhli 79 da deyiblər, amma 80 hərf, 19 kəlmə və 3 ayədir. Quran-ı Kərimdə 3 surə var ki, 3 ayədən ibarətdir. Asr surəsi, Kəvsər surəsi və Nəsr surəsi. 3 surə 3 ayədən ibarətdir. Bu da, yəni Nəsr surəsidir ki, 3 ayədən, bu surə 3 ayədən ibarətdir, əziz qardaşlar. Nəsr surəsinin adlarından da, yəni Nəsr nə deməkdir? Kömək, yardım deməkdir. Nəsr surəsinin mənası elə birinci ayədən götürülür. İzə cəə nəsrullahi vəl-fəth. Burada istifadə olunan kəlmədir birinci ayədə. Mənası kömək, yardım deməkdir. Başqa adı da var, alimlər qeyd ediblər. Adlarından, necə ki, Qurtubi rahiməhullah İbn Abbasdan rəvayət gətirir, deyir ki, bu suraya Surat-ı Təvdi' deyilir. Surat-ı Təvdi'. Yəni, mənası odur ki, Vida surəsi. İndi keçdikdə aydın olacaq. Yəni, ayrılıq, vidalaşma surəsi adlandırılır. Yəni, burada Surat-ı Təvdi' ifadəsi adətən Nəsr surəsi üçün işlədilir. Çünki bu surə nazil olduqdan sonra Muhammed sallallahu aleyhi ve sellem'in vəfatının yaxınlaşdığına işarə kimi qəbul olunur. Yəni ki, Peyğəmbər sallallahu aleyhi ve sellem'in vəfatına işarə var idi bu surə nazil olanda. Ona görə elə bil vidalaşır Peyğəmbər sallallahu aleyhi ve sellem. Ona görə alimlər deyirlər ki, bu surənin adlarından da biri Vida surəsi. Vida yəni ayrılıq, vidalaşma surəsi. Qurtubi öz təfsirində İbn Abbasdan gətirmişdir. Surə Mədinədə nazil olubdur. Səhih olan odur ki, Mədinədə nazil olubdur. Qurtubi icma nəql eləyir Mədinədə nazil olması barədə. Mədinədə nazil olması barəsində. Bəğavi isə gətirib ki, surə Məkkədə nazil olubdur. Mədinədə nazil olan surələrdəndir. Yəni səhih olan odur ki, Nəsr surəsi Mədinədə nazil olur. Necə ki, Qurtubi buna dair icma nəql eləyir və Bəğavidə Məkkədə nazil olduğunu qeyd eləyibdir. Əziz qardaşlar, fəziləti barəsində İbn Kəsir rahiməhullah gətirir ki, Quranın 1/4-nə bərabərdir. Quranın 1/4-nə bərabərdir, amma bu hədis zəifdir. Hədis zəifdir. Həmçinin Zəlzələ surəsində gətirir ki, Quranın 1/4-nə bərabər olması, bu da zəifdir. Niyə üçün deyirəm bunu? Birdən insan hardansa da eşidər, oxuyar. Yəni, əvvəlcədə bilirsən ki, Nəsr surəsinin 1/4 barəsində gələn hədis zəifdir. Yəni, bu heç bir fəzilət gəlməyibdir. Yəni, filan qədər, məsələn, biz bilirik ki, İxlas surəsi, Qul huvallahu əhəd Quranın 3/1-nə bərabərdir. Qul ya əyyuhal kafirun, gələn dəstə götürəcəyimiz, Kafirun surəsi Quranın 4/1-nə bərabərdir. Bəli, bunlar səhihdir. İxlas surəsi Quranın 3/1-i, Kafirun isə Quranın 4/1-nə bərabər olması, bunlar səhihdir. Amma Nasr surəsindən Zəlzələ surəsinin Quranın 4/1-nə bərabər olması, yəni insan oxuduqda 4/1 qədər Quranı oxumuş
kimin savabını qazanır deyə bu zəif hədisdir. Zəif hədisdir. Yəni ki, belə bir şey yoxdur. Əl-Vahidi Əsbab-ı Nuzul kitabında deyir ki, yəni Quranın nazil olma səbəbləri kitabında deyir ki, bu surə Peyğəmbərin sallallahu aleyhi ve selləmin Huneyn döyüşündən qayıtdığı zaman nazil olmuşdur. Peyğəmbər sallallahu aleyhi ve sellem Huneyn döyüşündən qayıdışı zamanı nazil olmuş və o bunun nazil olmasından sonra 2 il yaşamışdır deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem Fəth surəsi nazil olandan sonra 2 il yaşamış deyir. Əl-Vahidi Əsbab-ı Nuzul kitabında deyir və deyir Huneyn döyüşündən sonra qayıdandan sonra və kitabda gətirir ki, İbn Abbas radiyallahu anhuma deyir ki, Muhammed sallallahu aleyhi ve sellem Huneyn döyüşündən qayıdarkən Allah Teala bu ayəni nazil etdi. Allahın köməyi və fəth gəldiyi zaman İzə cəə nəsrullahi vəl-fəth Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurdu. Ey Əli ibn Əbi Talib, ey Fatimə, artıq Allahın köməyi və fəth gəldi. Mən insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüm. Buna görə də deyirəm, Rəbbimi təsbih edirəm və ona həmd edirəm, ondan bağışlama diləyirəm, həqiqətən o tövbələri qəbul edəndir. Peyğəmbər sallallahu aleyhi ve sellem Əli radiyallahu anh və Fatiməyə xitab eləyərək belə demişdi. İbn Abbas radiyallahu anhuma rivayət edir ki, deyir, ey Utbə, Qurandan nazil olan son surə hansı olduğunu bilirsənmi? Utbə də deyir ki, mən dedim, bəli, Nasr surəsidir. İzə cəə nəsrullahi vəl-fəth. O deyir ki, bəli, düz dedin. Quran-ı Kərimdən, düz məsələ ixtilaflı olsa da, Quran-ı Kərimdən surə olaraq bütöv bir dəfənə nazil olan Nasr surəsidir. Quran-ı Kərimdə ən sonuncu nazil olan surə. O, Peyğəmbər sallallahu aleyhi ve sellemə bundan sonra nazil olubdur. Ayələr nazil olubdur. Ayələr, amma surə olaraq sonuncu əziz qardaşlar Nasr surəsi nazil olmuşdur. İbn Ömər radiyallahu anhuma rivayət edir ki, bu surə Nasr surəsi İzə cəə nəsrullahi vəl-fəth Muhammed sallallahu aleyhi ve sellemə təşrik günlərinin ortasında nazil olmuş. O Peyğəmbər, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bunu vida, yəni ayrılıq vaxtının yaxınlaşması olduğunu anladı. Sonra öz dəvəsinin Qasvana öz dəvəsini hazırlanmasını əmr etdi və dəvə hazırlandı. Daha sonra ayağa qalxdı, insanlara xitab etdi və məşhur xutbəsini söylədi. Yəni vida xutbəsini Peyğəmbər sallallahu aleyhi ve sellem oxudu. İbn Abbas radiyallahu anhuma rivayət edir ki, Nasr surəsi İzə cəə nəsrullahi vəl-fəth nazil olanda Muhammed sallallahu aleyhi ve sellem Fatiməni çağırdı və dedi, mənə öz ölümüm yaxınlaşdığı xəbər verildi. Bunun üzərinə Fatimə radiyallahu anhə ağladı, sonra isə güldü. Sonra dedi, mənə xəbər verdi ki, onun vəfatı yaxınlaşıb. Buna görə ağladım. Sonra isə dedi, səbr et, çünki sən mənim aləmdən mənə ilk qovuşan olacaqsan. Buna görə də güldüm deyir. Təbəssüm elə sevinir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bu surə nazil olanda Fatimə radiyallahu anhını çağırır, xəbər verir ki, artıq ölümünün yaxın vaxtı olacağını bildirir. Yəni artıq Nasr surəsi nazil olması ölümünə bir işarə idi və buna Fatimə radiyallahu anhı ağlayır. Və sonra isə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yəni mənim aləmdən ilk mənə qovuşan sən olacaqsan və Peyğəmbər sallallahu aleyhi ve sellem dən sonra bildik ki, 6 ay sonra onun ailəsindən Fatimə radiyallahu anhə 6 ay sonra dünyasını dəyişir. Və bunu da eşidəndən sonra Fatimə radiyallahu anhə gülür. Deməli, əziz qardaşlar, İbn Abbas radiyallahu anhə rivayət edir ki, Ömər ibn Xattab məni Bədr iştirakçılarının olan yaşlı sahabələrlə birlikdə məclislərə daxil edirdi. Onlardan bəziləri buna görə ürəklərində bir narazılıq hiss etdilər və dedilər, bu niyə bizimlə birlikdə daxil olur? Yəni bu məclisə, məşvərətə. Halbuki bizim də onun yaşında oğullarımız var. Yəni bizim övladlarımız yaşındadır. Onlar da hansı ki Bədr iştirakçıları olan, İslamın ilk döyüşü olan, orada Bədirdə iştirak etmiş böyük sahabələrdir. Ömər radiyallahu anhu onları çağıranda, məşvərət eləyəndə, bir məclis toplantı eləyəndə ağsaqqallardır da, belə deyək, ağsaqqallar. İbn Abbası da onlarla o məclisə daxil eləyərdi. Onlar da yəni biraz sıxıntı, narahatçılıq keçirdərdilər buna görə ki, yəni övladları yaşında bir cavan oğlanı
onlarla birlikdə bir məclisə çağırır. Ömər deyir ki, bu sizin bildiyiniz elm sahibi olan kəslərdəndir. Bir gün onları çağırdı və məni də onlarla birlikdə daxil etdi. Yəni, hər dəfə çağıranda bu İbn Abbas da çağırır, Abdullah İbn Abbası da çağırır, yenə çağırır. Mən başa düşdüm ki, o gün məni yalnız onlara göstərmək üçün çağırmışdı. Sonra dedi, Allahın bu kəlamı haqqında nə deyirsiniz? Nəsr surəsi. İzə cəə nəsrullahi vəl-fəth. Onlar dedilər, onlardan bəzilər dedilər ki, bizə əmr olunur ki, Allah bizə kömək edib fəth verdiyi zaman ona həmd edək və ondan bağışlama diləyək. Yəni, surəki axırıncı 3-cü ayə yoxdur. Fəsəbbih bihamdi rabbikə və estəğfir. İnnəhu kənə təvvabə. Bu yəni ki, deyir ki, artıq fəth gəlibdir bizə, kömək gəlibdir. Yəni, bu əmrdir ki, Allaha nə eləyək? Həmsənad eləyək, tərif eləyək və istiğfar diləyək. Bəziləri isə sustu və heç nə demədi. Sonra mənə dedi, ey Abbasın oğlu, sən də belə deyirsən? Mən dedim ki, xeyr. Dedi, bəs sən nə deyirsən? Mən dedim, bu Muhammed sallallahu aleyhi ve sellemin əcəlidir. Allah bunu ona bildirmişdi. Yəni, əcəlinin yaxınlaşdığını bildirmişdi. Artıq yəni, yaxın bir vaxtda dünyadan köçəcəksən. Əcəlin çatır artıq. Allahın köməyi və fəth gəldiyi zaman bu sənin əcəlinin əlamətidir. İbn Abbas deyir. Elə isə Rəbbini həmd ilə təsbih et və ondan bağışlama dilə. Həqiqətən o tövbələri qəbul edəndir. Bunun üzərinə Ömər ibn Xattab dedi. Mən də bundan sənin dediyindən başqa bir şey bilmirəm deyir. Və həmçinin İbn Abbas radiyallahu anhumanda fəzilətinə dəlalət edir ki, Quranı ən gözəl təfsir eləyənlərdən, ən yaxşı təfsir eləyənlərdən, güclü təfsir eləyənlərdən olmuşdu. Yəni yaşına baxmayaraq Ömər radiyallahu anhu onu böyük sahabələrlə məclisə çağırardı, məclisə daxil edərdi. O da elminə görə əziz qardaşlar. Elm. İnsanı ucaldan nədir əziz qardaşlar? Elmdir. Elmdir ucaldan. İbn Abbas radiyallahu anhuma rəvayət edir ki, Muhammed sallallahu aleyhi ve sellem Mədinədə olduğu bir vaxt belə buyurdu. Allahu Akbar, Allahu Akbar, Allahın köməyi və fəth gəldi. Yəmən əhli gəldi. Dedilər, ey Allah Rəsulü, Yəmən əhli kimlərdir? O belə buyurdu. Onlar elə bir qövmdür ki, qəlbləri yumuşaqdır. Təbiətləri mülayimdir, iman yəmənlidir, fiqh, dini anlayış yəmənlidir və hikmət də yəmənlidir. Yəni, bu, Peyğəmbər sallallahu aleyhi ve sellemdən Yəmən əhlinin tərifidir, fəzilətidir. Yəmən əhlinə olan bir fəzilətdir, yəni ki, onlara tərifdir. Görsüz deyir ki, qəlbləri yumuşaq olan, təbiətləri mülayim olan bir tayfa qövmdülər onlar. İman yəmənlidir deyir. Yəni, oranın cəmaatı imanı möhkəm olan insanlardır, dini anlayışı yaxşı olan insanlardır və hikmətli insanlardılar. Peyğəmbər sallallahu aleyhi ve sellem Yəmən əhlini beləcə tərifləyir. İbn Abbas radiyallahu anhuma deyir ki, İzə cəə nasrullahi vəl-fəth surəsi nazil olduqda suranın sonuna qədər oxuyur deyir. Bu surə nazil olanda Peyğəmbər sallallahu aleyhi ve sellem öz vəfatının yaxınlaşdığı xəbər verildi. Yəni, bu onun dünyadan köçəcəyinə işarə idi. Bundan sonra o axirət üçün əvvəlkindən daha çox və daha ciddi şəkildə çalışdı. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bundan sonra belə buyurdu. Fəth gəldi, Allahın köməyi gəldi və Yəmən əhli gəldi. Bir kişi soruşdu, ey Allah Rasulü, Yəmən əhli kimdir? O buyurdu ki, onlar qəlbləri çox incə, yəni yumuşaq, kövrək və mülayim olan bir qövmdür. İman yəmənlidir, fiqh, dini anlayış da yəmənlidir, deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. Əbu Səid Əl-Xudri radiyallahu anh rəvayət edir ki, bu surə, İzə cəə Nasrullahi vəl-Fəth surəsi nazil olduqda Allah Resulü sallallahu aleyhi ve sellem onu oxudu və tamamladı. Sonra buyurdu, insanlar bir tərəf qrup və mən sahabələrim isə başqa bir tərəfik. Və dedi, Məkkə fəthindən sonra artıq hicrət yoxdur, lakin cihad və niyyət vardır. Yəni, Məkkə fəth ediləndən sonra ikinci dəfə Məkkə fəth edilməyəcək. Yəni, qiyamətə kimi Məkkə İslam diyarı, Tohid diyarı olaraq qalacaqdır. Yəni, bəzən təəssüflər olsun ki, indiki bəzi
yolunu azmış təkfirçimi deyək, xavarizmi deyək, deyir ki, ən birinci haranı fəth etmək lazımdır, elə Məkkəni fəth etmək lazımdır. Yəni ki, insan gör nə qədər zəlalətdədir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin ya bu hədisindən anlayışı yoxdur, ya da ki, bilir, anlamır. Allah onun bəsirətini bağlayıbdır. İbn Abbas radiyallahu anh rəvayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləm fəth günü buyurdu. Artıq hicrət yoxdur. Yəni Məkkədən hicrət yoxdur. Lakin cihad və niyyət qalar. Lakin siz döyüşə çağrıldığınız zaman dərhal çıxın, gedin deyə Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni ki, Məkkədən hicrət yoxdur. Məkkədən hicrət yoxdur və Məkkə bir daha da fəth olunmayacaq. Qiyamətə kimi, necə ki, başqa hədisdə gəlir ki, qiyamətə kimi Məkkə, yəni olduğu kimi Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında necə fəth olmuşdu, o formada qalır və ondan sonra ikinci dəfə fəth olunmayacaq. Ayşə radiyallahu anh rəvayət edərək demişdir ki, Allah Resulü sallallahu əleyhi və səlləm ömrünün sonlarında tez-tez belə deyərdi. Subhanallah və bihamdi, əstəğfirullah və atubu ileyh. Allahı onun şəninə uyğun tərif edirəm, Allahdan bağışlama diləyirəm və ona tövbə edirəm. O həmçinin buyurdu, həqiqətən Rəbbim mənə bildirmişdir ki, ümmətimdə bir əlamət görəcəyəm və onu gördükdə onu tərəflə təsbih etməyi və ondan bağışlama diləməyimi əmr etmişdi. Çünki o tövbələri qəbul edəndir. Mən həmin əlaməti gördüm. Allahın köməyi və fəthi gəldi. İnsanların dəstə-dəstə Allahın dininə girdiyini gördükdə Rəbbi həmd edərək təsbih et və ondan bağışlama dilə. Həqiqətən o tövbələri qəbul edəndir. Ümmü Sələmə rəvayət edir ki, radiyallahu anha, o dedi, Allah Resulü sallallahu aleyhi ve sellem ömrünün son günlərində elə olurdu ki, nə qalxar, nə oturar, nə gedər, nə də gələrdi. Ancaq Subhanallahi və bihamdih deyərdi. Mən dedim, ey Allahın elçisi, sən çox Subhanallahi və bihamdih deyirsən. Sən nə gedirsən, nə gəlirsən, nə qalxırsan, nə oturursan. Yalnız Subhanallahi və bihamdih deyirsən. O buyurdu, mən buna əmr olunmuşam. Sonra o bu ayəni oxudu. İzə cəə nasrullahi vəl-fəth. Allahın köməyi və fəth gəldiyi zaman surəni də sonuna kimi oxudu. Yəni ki, Peyğəmbər sallallahu əleyhi və səlləm artıq bu dedi axı, surə nazil olanda Peyğəmbər sallallahu əleyhi və səlləm artıq bildirildi ki, artıq ömrünə az qalaqdır və o müjdə gəlir ona və surənin də sonunda bildirilir ki, Allahı tərifləsin, həmd etsin, təsbih etsin və çoxlu istiğfar diləsin. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də ömrünün axırına yaxın da bunu çoxlu edərdi. Abdullah İbn Məsud radiyallahu anh rəvayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləmə bu ayə nazil olduqda İzə cəə nasrullahi vəl-fəth, Allahın köməyi və fəth gəldiyi zaman o bu surəni oxuyanda və rükuda olarkən tez-tez belə deyərdi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmə bu surə nazil olduqdan sonra o rükuda və səzdədə belə tez-tez belə deyərdi. Subhanakallahumma rabbana və bihamdik Allahumma ighfirli. Yəni ey Allah, sən pak və nöqsansızsan, Rəbbimiz sənə həmd olsun, Allahım məni bağışla. Bunu 3 dəfə təkrar edərdi. Yəni rükuda, səzdədə Peyğəmbər sallallahu əleyhi və səlləm Nasr surəsi nazil olduqdan sonra çox vaxtı tez-tez bunları Peyğəmbər sallallahu əleyhi və səlləm deyərdi və 3 dəfə təkrarlayardı. Abu Ammar Cabir ibn Abdullah radiyallahu anh'ın qonşusudur. Deyir ki, mən səfərdən qayıtdım. Cabir ibn Abdullah yanıma gəldi və mənə salam verdi. Mən də ona insanların parçalanması və yeni çıxardıqları şeylər haqqında danışmağa başladım. Bunu eşidən Cabir ağlamağa başladı. Sonra dedi, mən Allah Resulü sallallahu aleyhi və səlləmdən eşitmişəm ki, o belə buyurdu. Həqiqətən insanlar Allahın dininə dəstə-dəstə daxil olacaqlar və sonra da dəstə-dəstə ondan çıxacaqlar. Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında biz bilirik axı, Məkkənin fəthində insanlar fərdi formada yox, dəstə-dəstə gəlir. Qövmlər, tayfalar dəstə-dəstə artıq İslam'a daxil olurdular. Yəni ki, insanlar dəstə-dəstə daxil olacaqlar. Yəni vaxt gələcək ki, elə bir vaxt olacaq ki, insanlar elə İslamdan da dəstə-dəstə çıxacaq. Allah qorusun. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, vaxt gələcək ki, insan mömin kimi yatıb kafir kimi,
oyanacaq, kafir kimi də yatıb, mömin kimi olacaq. Yəni insan heç vaxt öz-özünə arxayın olmasın Allah'a. Daim Allahdan sabitçilik diləməlidir. Əziz qardaşlar, surənin təfsirinə keçək, ayə-ayə, bir-bir. Bismillahirrahmanirrahim. İzə cəə nasrullahi vəl-fəth. Allahın köməyi və fəth gəldiyi zaman. Və rəaytən nəsə yədxuluna fi dinillahi əfvacə. İnsanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə fəsəbbih bihamdi rabbikə və estəğfir innehu kənə təvvabə. Rəbbini həmd səna ilə təsbih et və ondan bağışlamanı dilə, həqiqətən o tövbələri qəbul edəndir. Burada fəth deyəndə əziz qardaşlar, icma ilə Məkkənin fəthi nəzərdə tutulur. Məkkənin fəthi. Yəni Allahın köməyi və fəth, Məkkənin fəthi gəldiyi zaman deyir. Yəni insanlar Allahın dininə girdiklərini gördükdə Rəbbini həmd səna ilə təsbih et və ondan bağışlama dilə, həqiqətən o tövbələri qəbul edəndir. İndi ayə təfsir edim əziz qardaşlar. İzə cəə nasrullahi vəl-fəth. Bu ayədə iki böyük nemət qeyd olunur. Allahın köməyi, nasır. Necə ki, elə surənin adı budur. İslamın güclənməsi və güc, Allahın köməyi gəldi və güc izhar olundu. Və artıq insanlar dəstə-dəstə İslama gəlməyə başladılar. Yəni, tayfalar gəlirdi, qövmlər, dəstələr gəlirdi. İnsanlar gəlib, elə dəstə-dəstə İslama girdi. Tək-tək yox, dəstə-dəstə İslama girməyə başladılar. Üçüncü ayə fəsəbbih bihamdi rabbikə və estəğfir. Bu ayə çox dərin məna daşıyır əziz qardaşlar. Təsbih et, Allahı nöqsanlardan uzaq bil, həmd et, bu qələbənin Allahdan olduğunu qəbul et, istiğfar et, bağışlama dilə. Və nə deyir, dərin məna daşıyır. Baxın, maraqlı hikmət. Qələbə gəldikdə insan adətən sevinir. Amma Allahın Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem təvazükarlıq və istiğfar əmr olunur Muhammed sallallahu aleyhi ve sellemə. Yəni bizdə insanlara qələbə gələndə nə ilə atlanıb düşürlər, musiqi qoşurlar, içki içirlər, təəssüflər olsun Qarabağında. Yəni qələbəsi gələndə bəzi insanlar vardı ki, yəni donuz ətindən orada kebab eləyib yeyirdilər. Allah bunlara izzət verdi. Həm dövlətimiz gücləndi, hörmətli oldu. Həm də ki, gör 30 ildən çox işğal altında olan kafir bir dövlətin əlindən, yəni ki, onlar onu əlimizdən almışlar, yəni bizim haqqımız olan bir şeyi. Biz onu geri qaytardıq. İnsanlar görsən ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə Məkkənin fəthi, hansı ki orada doğulub, boya başa çatıbdı. Peyğəmbərliyinin 13 ilini orada yaşayıbdı. Yəni ömrünün Peyğəmbər sallallahu aleyhi ve sellem 53 ilini Məkkədə yaşayıbdı. 10 il Mədinədə yaşadı Peyğəmbər sallallahu aleyhi ve sellem. Məkkə Mədinədən daha fəzilətlidir. Məkkədə qılınan namaz 100 mindir. Mədinədə qılınan 1000'dir. Peyğəmbər sallallahu aleyhi ve sellem oranı fəth eləyəndə təvazükar davranır. Və Allahdan bağışlama diləyir, həmdsanalar eləyir, Allahı təsbih edir. Yəni insana bir xoş xəbər gələndə, necə ki sünnədən biz bilirik, nə etməli? Şükür səzdəsi etməlidir. Sənə bir xoş xəbər gəldi, fərqi yoxdur. Yəni dünyavi xəbər və bu da dünyavi bir işdir, Məkkənin fəth olunması. Yəni sənə xoş xəbər gəldi və yaxud da ki bir müsibət və bəla uzaqlaşdı, onda insan nə etməlidir? Şükür səzdəsi etməlidir. Allaha şükür etməlidir buna görə. Amma atlanıb düşmək, haramlarla bunu qarşılamaq, haramlarla bunu qeyd etmək, keçirmək, bu İslam yolu, Peyğəmbər sallallahu aleyhi ve sellemin yolu deyil. Yəni Allaha şükür eləmək lazımdır. Fəsəbbih bihamdi rabbikə. Yəni insan Allaha təsbih etməlidir, şükür etməlidir və günahlarına bağışlama diləməlidir. Deməlidir, ən mühüm məna, gizli işarə əziz qardaşlar, bu surənin bu surə yalnız qələbədən danışmır. Bir çox sahabələr, xüsusilə İbn Abbas bu surəni belə başa düşürdülər. Bu Peyğəmbərin Muhammed sallallahu aleyhi ve sellemin
dünyadan ayrılmasının yaxınlaşdığına işarədir. Çünki artıq risalət tamamlanırdı, missiya tamamlanırdı. Yəni, həm nə müjdə gəlir onlara, Allahın köməyinin çatması, fəth müjdəsi və başqa tərəfdən də Muhammed sallallahu aleyhi ve sellemin ölümünə bir işarə idi. Din yayıldı. Yəni, din artıq bunun o demək deyil ki, İslam izzətli oldu, əvvəl tək-tək gəlirsə, insanlar sonra dəstə-dəstə gələcək və izzətli olacaq, hörmətli, güclü olacaq İslam. Necə ki, sahabələr bunu belə başa düşürlər. Artıq son mərhələ Allaha zikr və istiğfar. Baxın, yəni son mərhələ nədir? Yəni bu insan bu qədər nailiyyətləri əldə eləyir, xeyirləri əldə eləyir, Allahın köməyi gəlir. Məkkəni fəth eləyirsən. Yəni yer üzündə təqva üzərində ilk dəfə inşa edilən, bina edilən ev Kəbə evidir. Təqva üzərində. Və o müsəlmanlara qaytarırlar. Allah izzət və hörmət verir. Deməli, əziz qardaşlar, suranın əsas dərsləri qələbə yalnız Allahdandır. Müsəlman bilməlidir ki, qələbə Allahdandır. İnsan əlində olan maddiyyata görə, o gücünə görə, kimdənsə də olan dəstəyinə görə deyil. Qələbə Allahdandır. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem nə qədər mübarizə apardı Mədinədə. Hətta həccə getdilər, onları buraxmadılar həccə. Qayıtdılar. Məkkəyə girməyə qoymadılar, qayıtdılar. Hətta sahabələrə ağır gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə ki, qurbanlarınızı kəsin, başımızı qırxaq gedək, ağır gəlir onlara. Yəni, o neçə gün yol qət et və səni Məkkəyə buraxmasınlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələrindən biri deyir ki, ey Allah Rəsulü, sən elə, onlar da edəcək. Və Peyğəmbər sallallahu aleyhi ve sellem çıxır, qurbanını kəsir və başını qırxır, onlar da bunu eləyirlər və geri qayıdırlar. Və sonra Allahın köməyi gəlir və Məkkə fəth olunur. Yəni, surə nazil olur və Peyğəmbər sallallahu aleyhi ve sellemə xəbər verilir ki, Məkkə fəth olunacaqdır. Yəni ki, qələbə Allahdan, yalnız Allahdandır, əziz qardaşlar. Uğur zamanı təkəbbür yox, təvazükar olmalıdır insan. Yəni, insan uğur, nailiyyət əldə eləyəndə insan təvazükar olmalıdır. Təkəbbürlü yox. Hətta yəni, dünyavi işdə bilsə, insan universitetə qəbul olur, uğur əldə eləyirsən də, dünyavi bir işdir, uğur əldə eləyirsən. Yaxud da qələbə salırsan. Buna görə insan Allaha şükür etməlidir. Təkəbbürlük göstərməməli, başı dik gəzməməlidir. Xüsusi bir təkəbbür bədən hərəkətləri etməməlidir. Təvazükar olmalıdır, bilməlidir ki, bu Allahın müvəffəqiyyətidir. Bunu Allah sağ verməsəydi, sən nə qədər də oxusan da, nə qədər çalışsan da, bu sənə gələsi deyil. Yəni, nə qədər ağlın, zəkan, elmin üstünə olsa da Allah müvəffəqiyyət verməsi mümkün deyil. Ona görə uğur zamanı insan təkəbbürlük yox, təvazükarlıq göstərmə necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem eləmişdir. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem belə istiğfar edirdi. Biz daha çox etməliyik. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellemə nə əmr olunur? Fəsəbbih bihamdi rabbika və estəğfir. Allahı təsbih et, həmd et və günahlarından istiğfar dilə, günahlarından bağışlama dilə. Yəni, bu Allaha şükürdür. Həmçinin təvazükarlığın əlamətidir. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem belə eləyirdi, biz də onun yolunu tutub getməliyik. Belə əziz qardaşlar, bu da Nasr surəsinin təfsiri idi. Biz buradan xülasə deyim ki, dərs götürdük ki, insan bilməlidir ki, kömək Allahdandır, yardım Allahdan gəlir. Necə ki, elə bu surənin adı da, və surə də elə bundan danışır. Peyğəmbər sallallahu aleyhi ve sellemə bir müjdə idi bu. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də bunu, əziz qardaşlar, necə təkəbbürlə yox, təvazükarlıqla qarşılayır. Və Peyğəmbər sallallahu aleyhi ve sellemə təkcə burada müjdə, Allahın köməyi, müzarada Allahın köməyi mi qeyd olunur? Ondan sonra nə deyilir? Fəth. Fəthdən sonra nə deyilir? Yəni, təkcə Məkkəni mi Peyğəmbər sallallahu aleyhi ve sellem əldə elədi? Yox, insanlar artıq fərdi formada tək-tək yox, dəstə-dəstə İslama girməyə başladılar. Bunun özü belə Peyğəmbər sallallahu aleyhi ve sellemə verilən ən gözəl müjdələrdəndir. Allahın ona olan ən gözəl hörmətidir, sevgisidir.
Artıq dəstə-dəstə qövmlər, insanlar Peyğəmbər sallallahu əleyhi və səlləmə gəlib onun gətirdiyi dinə tabe olurdular. Və bundan sonra da Allah Teala deyir ki, yəni buna görə, yəni xülasə, yəni şükr elə. İstiğfar dilə günahlarına görə. Peyğəmbər sallallahu əleyhi və səlləm günahları var idi əziz qardaşlar? Yox. Birinci təsbih eləməyi deyir, həmd eləməyi deyir, şükrü deyir, tərifləməyi deyir Allahı, sonra günahlarını bağışlamağı. Yəni insan burada da götürür ki, duada birinci Allahı tərifləməlidir insan. Bu həmçinin də insan o göstərir ki, insan Allahdan istəməyə başlayanda birinci Allahı tərifləməlidir. Mədh etməlidir, həmd etməlidir, səna etməlidir. Sonra artıq istədiyini istəməlidir. İstiğfar diləməkmi və dünya axirət aid nəsə başqa şeylər, yəni istədiyini ürəyindən keçəni istəməlidir. Birinci Allahı tərifləmək lazımdır. Elə ən gözəli də Allahı tərifləməkdir və sonra da Allahdan bağışlama diləyib sonra da insan. Peyğəmbər sallallahu əleyhi və səlləm ən gözəl bizə nümunədir ki, bunu ən böyük müjdəni, Allahın köməyini və fəthi və insanların İslam'a dəstə-dəstə gəlməyini təkəbbürlüklə yox, nədir təvazökarlıqla qəbul eləyir. Və bundan sonra Peyğəmbər sallallahu əleyhi və səlləmdən görürüz qeyri-adi, ya sahabələrindən qeyri-adi hərəkətlər varid olmuyor. Təəssüf olsun ki, indi insanlardan qeyri-adi, əxlaqa sığmayan, xoşa gəlməyən, yəni görürsən ki, yaşına başına uyğun olmayan hərəkətlər eləyirlər insanlar. Nəinki böyük işlərdə, hətta bəzən xırda işlərdə də belə nailiyyətlər əldə eləyir, amma bunları haramlarla keçirdir, haramla bunun sanki şükrünü verir. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşitdi faydalardan eləsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daimi harada olduqsa olaq, qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm yanında bizi yığsın, səmərəsini toplasın. Daha doğrusunu Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcməin. Subhanakallahumma bihamdik. Əşhədu en la ilahe illə ent. Əstəğfiruka və ətubu ileyh.